Köhnə məhsullar satır. Deməli, bu dəqiqə Azaddan çıxmışam. Azadlıq prospektində baxın, yerləşən filialdır. 22-si tarixlə deməli bitəcək iyulun 22-si yoğurtu ayın 19-u tarixində bizə satıblar. Uşaqlar açıb, Allah istədi ki, məni çağırdılar. Yoğurt buzqırıb, inana bilmərsiniz, yəni yoğurtdan necə üfunət hissi gəlir. Bərbad. Yəni mənim uşağım içsə nə olacaq? Gəlmişəm bura, qaytarıram. Üzr istəmək əvəzinə. Mənlə burada zakon talqavas eləyirlər. Ay biz kameradan baxmalıyıq. Saata kompüterdə girdilər ki 17:31-də bu alınıb buradan. Yox biz yenidən kamera yoxlamalıyıq. Bir də bizə pay alınıb gətirib. Birəm mən başa düşə bilmirəm. Bu Azanın məhsuludur. Deyirlər bəli. Birəm siz üzr istəmək əvəzinə 1 saatdır məni burada saxlatmısınız. Yox biz baxacağıq, siz əlaqə nömrəsi verin. Dedim söhbət ondan getmir. Yəni mən pula görə gəlmişəm burada. Mən öz hüquqlarımı müdafiə edirəm. Niyə insanlara köhnə məhsullar satırsınız? Bu da Azanın satdığı məhsullar. Baxın yoğurtun, baxın, qışqırmağına baxın yoğurtun. Yəni bunu da çəkim qoyum ki görün. Bu yoğurtu insanlara satırlar.